Emil ön ucu narıncı, arxa ucu yaşıl rəngdə olan karton kağızın bir ucundan 3 santimetrlik, digər ucundan 5 santimetrlik hissəni aşağıdakı kimi qatlamışdır. Qatladıqdan sonra karton kağızın narıncı rəngli hissəsinin uzunluğu qatlamadan əvvəlki uzunluğunun 3/2 hissəsi qədər oldu. Karton kağızın əvvəlki uzunluğu neçə santimetrdir? Burada 3 santimetr bir tərəfdən qatlandıqda 3 santimetr bu hissə idi. Əlavə də 3 santimetr gəldi narıncı hissənin üzərinə. Deməli, buradan 6 santimetr qısaldı. Narıncı hissə daha az oldu. Burada da 5 santimetr bu tərəfdəndir. 5 santimetrlik hissə də üstə qatlandığı üçün deməli 5 olacaq 10 santimetr. Buradan da 10 santimetr narıncı hissə azalmış oldu. Ümumilikdə orta hissəni buranı x götürsək, deməli yaza bilərik. X bölünsün, yəni indiki sonradan qalan hissə x üstə gəlinsin. Ümumi olacaq 6 santimetr buradan, 10 santimetr buradan azalıbdır. 6 üstə gələn 16. Bərabərdir 2 bölünsün 3. Çarpaz olaraq vursaq 3x bərabərdir 2x üstə gəlinsin 32. 3x çıxılsın 2x bərabərdir 32-yə. Deməli x də bərabərdir 32-yə. Deməli 32 santimetr bu x alınırsa, karton kağızın əvvəlki uzunluğunu bizdən soruşulur. 32-nin də üzərinə gəlsək 6 ilə 10-u, yəni 16-nı alarıq 48. Deməli karton kağızın əvvəlki uzunluğu 48 oldu.